dövrlərdə sosial şəbəkələrdə anonim və saxta profillər vasitəsilə yayılan təhqir və böhtan xarakterli yazılar ciddi problemə çevrilib. Bu cür halların artması təkcə informasiya mühitinə mənfi təsir göstərmir, həm də fərdi hüquqların pozulmasına səbəb olur. Sosial mediada davranış qaydalarına riayət edilməməsi müzakirə və fikir mübadiləsi mədəniyyətinə də zərbə vurur. Bu məsələnin hüquqi və etnik müstəvidə ciddi şəkildə gündəmə gəlməsi sosial media üzərindən yayılan negativ davranışlara qarşı tədbirlərin görülməsini zəruri edir. Mövzu ilə bağlı Yeniçağaza açıqlama verən vəkil Ramil Hüseynov bildirib ki, bu cür hallarda təhqir və böhtan yayımlayan şəxslərə Cinayət Məcəlləsinə əsasən 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilə bilər. Həmçinin bu şəxslər 1 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Texnologiya o şəkildə inkişaf edibdir ki, kimsə hansısa bir şəkildə kimisə təhqir edib də sonradan bu məsələdə yaxasını qırağa çəkməyə çalışarsa, bu əlbəttə ki, mümkünsüz bir vəziyyətdir. Belə ki, müasir texnologiyanın inkişafı həmin təhqiramiz ifadələri yazmış, səsləndirmiş şəxslərin bir mənalı şəkildə ortalığa çıxardılmasını müəyyən edə bilir. Qeyd edeyim ki, kütləvi informasiya vasitələrində, internet resurslarında, o cümlədən mətbuatda, insanların çox olduğu yerdə təhqiramiz ifadələr, kiminsə ünvanına təhqiramiz ifadələrinin işlədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir hesab olunur. Həmin o təhqir edilən şəxsin barəsində 1000 manatdan 1500 manata qədər cərimə cəzası, 6 aya qədər müddəti azadlığı məhdudlaşdırılması və ya 6 aya qədər müddəti azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilir. İnternet şəbəkələrində fake adlardan, düzgün olmayan profillərdən istifadə etməklə təhqirə yol vermiş şəxslər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə əsasən cinayət törətmiş olurlar və bu şəxslərin barəsində 1000 manatdan 2000 manata qədər məbləğdə cərimə cəzası, 2 ilə qədər müddətə islah işləri və ya 1 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.